Salam əziz abituriyentlər, izləyicilər. Kanalımızda hər birinizi xoş gördük. Dostlar, üçbucaqlar mövzusu ilə davam edirik. Üçbucaqların konqruentlik əlaməti, Fales teoremi, üçbucağın orta xəttinə aid sualların izahına baxacağıq. Başlayırıq birinci sualdan. Üçbucağın uzunluğu A olan tərəfinə paralel olan orta xətti B-dir. AB cəmimiz bərabərdir 15 sm olarsa, A-nı tapın. Dostlar, orta xətt hansı tərəfə paraleldirsə, həmin tərəfin yarısı qədər olur. Yəni, B bərabərdir, A bölünsün 2. Buradan dostlar, deməli, A-nı tapsaq, A bərabərdir 2B alırıq və bu qiyməti gətirib birinci ifadədə yerinə yazsam, 2B ilə B-nin cəmi bərabərdir 15-ə, 3B-miz bərabərdir 15, B də bərabərdir 5 alıram. Məndən A-nın qiymətini istəyir. A 2B-yə bərabər idi, bu da 2-5-in bərabərdir 10-a. Deməli, A tərəfinin uzunluğu 10 cm-dir. Keçirik növbəti ikinci suala. Dostlar, ikinci sualda üçbucağın perimetri 6,7 cm-dir. Üçbucağın orta xəttlərindən birinin verilən üçbucaqdan ayırdığı üçbucağın perimetrini tapın. Gəlin belə eləyək. Baxın, ixtiyari bir üçbucaq çəkirəm və bizə deyir ki, üçbucağın orta xəttlərindən biri. Baxın, hər hansısa bir orta xəttini qeyd edirik və deyir ki, bu orta xətti deməli verilən üçbucaqdan ayırdığı üçbucağın perimetrini tapın. Ümumiyyətlə dostlar, orta xəttin xüsusiyyəti belədir ki, orta xətt oturacağa paralel olub, yan tərəfləri 2 bərabər hissəyə bölür və özü də oturacağın yarısı qədər olur. Yəni, orta xəttdə A desək, bu zaman oturacaq 2A-dır və yan tərəflərdə 2 bərabər hissəyə bölür. Sol tərəfdə onda BB şəklində yaza bilərik, sağ tərəfi də CC şəklində yaza bilərik. Yan tərəfləri dediyimiz kimi 2 bərabər hissəyə bölür. Bizə deyir ki, üçbucağın perimetri 6,7-dir. Yəni, 2A üstəgəl 2B üstəgəl 2C-miz bərabərdir 6,7-yə. Və dostlar, hər tərəfini 2-yə bölsəm, A üstəgəl B üstəgəl C bərabərdir 3,35-ə. İndi dostlar, bizə deyir ki, üçbucağın orta xəttlərindən birinin verilən üçbucaqdan ayırdığı üçbucağın perimetri. Baxın, ayrılan üçbucaq hansıdır? Bu yuxarıda gördüyümüz balaca bir üçbucaqdır. Bunun perimetrini istəyirsə, bu da ABC cəmidir. ABC cəmində biz tapmışıq 3,35. Bu da deməli D variantıdır. Keçirik növbəti üçüncü suala. Dostlar, üçüncü sualda deyir ki, üçbucağın uzunluğu A olan tərəfinə paralel olan orta xətti B-dir. Açılsın B fərqi 5 cm olarsa A-nı tapın. Ümumiyyətlə dostlar, orta xətt hansı tərəfə paraleldirsə, həmin tərəfin yarısı qədərdir. Yəni, bu o demək ki, B bərabərdir, A bölünsün 2-yə. Buradan deməli A-nı tapsam, A bərabərdir 2B yaza bilərik. Digər tərəfdən şərtə əsasən AB fərqi bərabərdir 5-ə. A-nın yerinə 2B yazsam, 2B çıxılsın B bərabərdir 5, buradan da B bərabərdir 5 alıram. Bizdən A-nın qiymətini istəyir. A 2B-yə, yəni 2 vurulsun 5-ə bərabərdir. Bu da bərabər olacaq 10 cm, yəni D variantı. Keçirik növbəti 4-cü suala. Dostlar, 4-cü sualda deyir ki, təpələri verilmiş kör bucaqlı üçbucağın tərəflərinin orta nöqtələri olan üçbucağın iti bucaqlarının sayını tapın. Gəlin belə eləyək. Baxın, deməli, kör bucaqlı üçbucaqdan söhbət gedir. Bir dənə kör bucaqlı üçbucaq çəkirik və bucaqlarını alfa, beta və qamma şəklində işarə edirik. Alfa bucağı göründüyü kimi böyük bucaqdır. Biz bu bucağı kör bucaq, yəni 90 dərəcədən böyük götürəcəyik. Deyir ki, bu üçbucağın tərəflərinin orta nöqtələri olan, baxın, deməli, tərəfin orta nöqtəsi deyirsə, sol tərəfi 2 bərabər hissəyə bölən nöqtə götürürəm. Sağ tərəfi də 2 bərabər hissəyə bölən nöqtə götürürük və oturacaqda 2 bərabər hissəyə bölən deməli nöqtə götürürük. Deyir ki, tərəflərinin orta nöqtələri olan, üçbucağın tərəflərinin orta nöqtələri olan üçbucağın, baxın, başqa bir üçbucaq alındı bu nöqtələrdən. Deyir ki, iti bucaqlarının sayını tapın. Gəlin belə eləyək, dostlar. Dostlar, tərəflərin orta nöqtələrini qeyd elədikdə, bu zaman aldığımız üçbucaq, ümumiyyətlə 4 dənə üçbucaq alırıq. Bu üçbucaqların hər biri verilən üçbucağa oxşar üçbucaq olur. Nəyə görə? Çünki tərəflərin orta nöqtələrini birləşdirdikdə 3 dənə orta xətt alırıq.
Orta xətt bilirik ki, deməli yan tərəfləri bərabər hissələrə bölür. Baxın, gəlin adlandıraq. Deməli, ABC üçbucağı, bir də K, L, M üçbucağı kimi qeyd edirəm buna. İndi dostlar, AB-nin orta nöqtəsi K-dır, BC-nin də orta nöqtəsi L-dir. Deməli, KL düz xətti bizdə orta xətt olacaq. Çünki yan tərəfləri 2 bərabər hissəyə bölüb. Və dostlar, orta xətt oturacağa paralel olduğundan bu zaman deməli BKL bucağı bizdə BAC bucağına bərabər sayılır. Çünki 2 paralel düz xətt, baxın, 3-cü düz xəttlə kəsdikdə bu zaman qaydaya əsasən bu bucağımız betadırsa, xaricdə olan, baxın, uyğun olan iti bucağımız da beta qədər olmalıdır. Onda eyni qaydada BLK bucağı da BCA bucağına bərabər olacaq. Buna da qamma deyə bilərəm. Və yaxud da, baxın, KM də orta xətt sayılır. Çünki KM də deməli AB və AC tərəflərini 2 bərabər hissəyə bölüb. KM də orta xəttdir. Orta xətt qarşısındakı tərəfin deməli yarısı qədər olur və paralel olur. KM deməli BC-yə paraleldir. Onda buradan deyə bilərik ki, bucaq B alfadırsa, AKM bucağı da alfa qədərdir. Və yaxud da dostlar, deyə bilərik ki, bucaq deməli C-miz qammadırsa, AMK bucağı da deməli qamma qədər olacaq. Burada gətirib qamma qiyməti yaza bilərəm. Dostlar, eyni qaydada deməli ML də bu şərti ödəməlidir. Onda bucaq B-miz alfadırsa, MLC bucağı da alfadır. Və yaxud da bucaq A-mız betadırsa, LMC bucağı da bizdə beta qədərdir. İndi dostlar, biz bilirik ki, ABC bucaqlarının cəmi alfa üstəgəl, beta üstəgəl qammamız bərabərdir 180 dərəcəyə. Onda bucaq K-ya baxsaq, daha doğrusu K nöqtəsinə baxsaq, alfa, beta bucaqları verib 180-ə tamamlayan qamma yazmalıyam. Və yaxud da L nöqtəsinə baxsaq, qamma alfa verilib beta yazmalıyam. Və deməli M nöqtəsində də bizdə alfa bucağı çatmır. Burada alfa. Və həqiqətən isbat eləmiş olduq ki, alınan 4 dənə üçbucağın deməli bütün bucaqları bərabərdir. Yəni bu üçbucaqlar ABC üçbucağına oxşardılar. Və dostlar, biz bilirik ki, üçbucaqda yalnız bir dənə kör bucaq ola bilər. Əgər kör bucaqlı üçbucaqdırsa, deməli onun 2 dənə iti bucağı var. İndi dostlar, bizim deməli ABC üçbucağımızın bucaqlarından biri kör bucaqdırsa, 2 dənə bucağı itidir. Yəni alfa bucağı kör bucaqdırsa, onda beta ilə qamma itidir. Onda yazırıq, deməli beta da qamma da kiçikdir 90 dərəcədən. İndi dostlar, bizə deyir ki, üçbucağın tərəflərinin orta nöqtələri olan üçbucağın iti bucaqlarının sayını tapın. Orta nöqtələri olan üçbucaq deyirsə, üçbucaq söhbət MKL-dən gedir. MK üçbucağın da bucaqları yenə alfa, beta, qammadır və alfa kör bucaq olduğundan beta ilə qamma yenə də bu üçbucaqda iti bucaqlar sayılır. Yəni 2 dənə iti bucaq var. Onda cavabımız olacaq deməli 2 dənə. Keçirik növbəti, deməli 5-ci suala. Deyir, təpələri verilmiş düzbucaqlı üçbucağın tərəflərinin orta nöqtələri olan üçbucağın iti bucaqlarının sayını tapın. Dostlar, düzbucaqlı üçbucaqdan söhbət gedir. Gəlin yazaq. Baxın, belə bir düzbucaqlı üçbucaq şəkli çəkirəm. Daha sərgəli qeyd edək. Deməli, belə bir düzbucaqlı üçbucaq çəkirik. Aha. Düzbucaqlı üçbucaqda bilirik ki, bucaqlardan ikisi iti bucaqdır. Deməli, alfa, beta şəklində qeyd edə bilərik. Alfa, beta deməli kiçikdir 90 dərəcədən. Deyir ki, təpələri verilmiş düzbucaqlı üçbucağın tərəflərinin orta nöqtələri olan üçbucağın iti bucaqlarının sayını tapın. Deməli, ABC üçbucağı şəklində adlandırsam, AB-nin orta nöqtəsini bir dənə N yazıram, AC-nin orta nöqtəsini M yazıram və BC-nin də orta nöqtəsinə bir dənə K yazırıq. Və bunları götürürük, birləşdiririk. Bunları birləşdiririk. Biraz daha sərgəli şəkildə edə bilərik. Deməli, K nöqtəsi burada olsun. Bunları birləşdiririk. Orta nöqtədirsə AB-ni 2 bərabər hissəyə bölür. AC-ni də 2 bərabər hissəyə bölür. Eyni zamanda BC-ni də 2 bərabər hissəyə bölür. Və dostlar, deməli, biz bilirik ki, orta nöqtədən söhbət gedirsə, bu orta nöqtələri birləşdirdikdə üçbucağı alırıq və bu üçbucağın tərəfləri deməli, böyük üçbucağın orta xəttləri olacaq. Çünki MK-yə diqqət edirsinizsə, AC və BC-ni 2 bərabər hissəyə bölüb, deməli, orta xəttdir. Və yaxud da MN-ə diqqət eləsək, AB və AC-ni 2 bərabər hissəyə bölüb, deməli, orta xəttdir. Və dostlar, orta xətt deməli, qarşısında olan tərəfə paralel olur. Paraleldirsə, bu zaman MK orta xəttinə baxsam,
Bu zaman bucaq ağımız alfadırsa, deməli KMC bucağımız da alfa qədər olacaq. Çünki dostlar, iki paralel düz xətt, baxın, üçüncü düz xəttlə kəsdikdə, bu zaman bucağın biri, baxın, məndə alfadırsa, bu kənardakı bucağım da alfa qədər, baxın, eyni şərt ödənir. Deməli, bu şərt ödənməlidir. Və yaxud da bucaq beyimiz 90 dərəcədirsə, onda MKC bucağımız da 90 dərəcədir. Bu şəkildə yaza bilərik. Eyni qayda ilə dostlar, yuxarıdakı üç bucağa da baxsaq, M-in BC-yə paralel olduğundan, buradan deməli bucaq B-miz 90-dırsa, N-də 90-dır. Bucaq deməli bizdə C-miz betadırsa, onda AMN də deməli beta qədərdir. Eyni qaydada dostlar, biz bilirik ki, düzbucaqlı üçbucaqda iti bucaqların cəmi 90 dərəcə olmalıdır. Alfa betanın cəmi 90 dərəcədir. Onda M bucağında alfa beta yazmışıqsa, ortadakı bucağa 90 qalır. Və yaxud da dostlar, deməli, NK da orta xətdirsə, bucaq A'mız alfa olanda BNK da deməli alfadır. Bucaq C'miz beta olanda NKB də betadır. Və dostlar, N bucağına diqqət eləsəz, daha doğrusu N nöqtəsinə. N nöqtəsindəki bucaqları 180 dərəcə əmələ gətirir, yəni açıq bucaqdır. 90-ı alfanı yazmışıqsa, bura beta qalır və K nöqtəsində də betanı 90 yazmışıqsa, burada alfa qalır. Və dostlar, biz bilirik ki, MNK üçbucağı da düzbucaqlı üçbucaq oldu və düzbucaqlı üçbucaqda 2 dənə iti bucaq olur. Bizə deyir ki, alınan deməli orta nöqtənin əmələ gətirdiyi üçbucaqda deməli iti bucaqların sayını tapın. Yenə düzbucaqlı üçbucaq aldığımızdan alfa beta bucaqları itidir. Yəni 2 dənə iti bucağımız var. Keçirik növbəti dostlar, 6-cı sual. 6-cı sualda deyir ki, üçbucağın orta xətti paralel olduğu tərəfdən 5,4 cm kiçikdir. Üçbucağın bu tərəfi ilə orta xəttinin uzunluğu cəmini tapın. Deməli, baxın, ixtiyari bir üçbucaq çəkirəm. Bu da bunun orta xətti olsun. Orta xətt bilir ki, yan tərəfləri 2 bərabər hissəyə bölür və oturacağa paralel olur. Bizə deyir ki, üçbucağın orta xətti paralel olduğu tərəfdən 5,4 cm kiçikdir. Yəni, orta xətt x-dırsa, onun paralel olduğu tərəf olacaq bizdə x üstə gəlinsin 5,4. Dostlar, biz bilirik ki, orta xətt deməli paralel olduğu tərəfin yarısı qədərdir. Yəni, x bərabərdir, x üstə gəlinsin 5,4-ün yarısı qədər. Buradan 2x-in bərabərdir x plus 5,4. 2x-dan x-in çıxanda x qalır. Bu deməli 5,4-üymüş. Onda bunun paralel olduğu tərəf də x üstə gəlsin 5,4-dür. 5,4 ilə 5,4-ün cəmi də bərabərdir 10,8-ə. Bizə deyir ki, üçbucağın bu tərəfi ilə orta xəttinin uzunluqları cəmini tapın. Yəni 10,8 ilə 5,4-ü toplayırıq. Bərabərdir 16,2-yə. Bu da olacaq C variantı. Keçirik növbəti 7-ci suala. Dostlar, 7-ci sualda oxşar qaydadadır. Bizə deyir ki, üçbucağın orta xətti paralel olduğu tərəfdən 3,6 cm kiçikdir. Baxın, orta xətti qeyd eləsək, orta xətt bilirik ki, yan tərəfləri 2 bərabər hissəyə bölən xəttir. Orta xəttə əgər A desəm, bu zaman deməli paralel olduğu tərəf A üstə gəlinsin 3,6 olacaq. Və biz bilirik ki, orta xətt paralel olduğu tərəfin yarısı qədərdir. Yəni, A üstə gəl 3,6-nın yarısı qədərdir. Onda buradan alırıq ki, 2A-mız bərabərdir A plus 3,6. 2A-dan A-nı çıxanda A qalır, A bərabərdir 3,6-ya. Deməli, orta xəttin uzunluğu bu qədər imiş. Bunun paralel olduğu tərəfi axtarsam, A plus 3,6-nı, bu da 3,6 üstə gəl 3,6 bərabərdir 7,2-yə. Deməli, paralel olduğu tərəf də 7,2-dir. Üçbucağın oturacağı ilə orta xəttin uzunluğu cəmini istəyir. Bu zaman 3,6 ilə 7,2-ni toplayıram, bərabərdir 10,8-ə. Bu da A variantı. Keçirik növbəti 8-ci suala. Dostlar, 8-də deyir ki, bərabər yanlı üçbucağın yan tərəfinə paralel olan orta xətt 4 cm-dir. Üçbucağın perimetri 20 cm olarsa oturacağını tapın. Gəlin yazaq. Baxın, bərabər yanlı üçbucaqdan söhbət gedir. Deməli, deyir ki, üçbucağın yan tərəfinə paralel olan orta xətt deməli 4 cm-dir. Yan tərəfə paralel olan orta xətti çəkirəm. Aha, deyir bu orta xəttimiz 4 cm-dir. Onda yan tərəf, deməli,
hansı tərəfə paraleldirsə, orta xətt onun yarısı qədərdir. Onda yan tərəf bundan 2 dəfə böyükdür, 8-dir. Bərabər yanlı olduğundan sol tərəfə də 8 yazıram və üçbucağın perimetri 20 sm deyir. Oturacağı əgər A desək, perimetri tapanda P bərabərdir. A üstə gəlinsin 2 vurulsun 8, bu da bərabərdir 20-yə. A üstə gəlinsin 16 bərabərdir 20-yə. A da bərabərdir 20-dən 16 çıxanda 4-ə. Deməli, oturacağı 4-ə bərabər imiş. Bu da B variantı. Keçirik növbət 9-cu suala. Bu sonra 9-cu sualda bərabər yanlı üçbucağın oturacağa paralel olan orta xəttinin uzunluğu 4 sm-dir. Deməli, oturacağa paralel olan orta xətti çəkirik və bərabər yanlı üçbucaqdan söhbət gedir. Aha, oturacağa paralel olan orta xətti 4 sm-dir. Üçbucağın perimetri də bərabərdir 22 sm-ə. Bizdən yan tərəfin uzunluğunu istəyir. Dostlar, deməli, orta xətt 4-dürsə, ona paralel olan tərəf bundan 2 dəfə böyük olmalıdır. Onda oturacaq olacaq 8. Və yan tərəflərə A desək, bərabər yanlı deyə eyni qiymət yazırıq. Bu zaman perimetri bərabərdir 2A üstəgəl 8-ə. Bu da bərabərdir 22. 2A'mız bərabərdir 22-dən 8 çıxanda 14. A da bərabərdir 7-yə. Deməli, üçbucağın yan tərəfi 7 sm imiş. Keçirik növbəti 10-cu suala. Bu sonra 10-cu sualda deyir ki, üçbucağın iki tərəfi A və B-yə bərabərdir. Üçüncü tərəfin ortasından verilmiş tərəflərə paralel düz xəttlər keçirilmişdir. Alınan dördbucaqla perimetrini tapın. Gəlin belə eləyək. İxtiyari bir üçbucaq çəkirəm. Deyir ki, üçbucağın iki tərəfi deməli A və B-dir. Qeyd elədik. Üçüncü tərəfin ortasından, baxın, üçüncü tərəfin düz orta nöqtəsindən 2 bərabər hissəyə böldüm. Deyir ki, üçüncü tərəfin ortasından verilmiş tərəflərə paralel düz xəttlər çəkilmişdir. Deməli, A tərəfinə paralel bir düz xətt çəkirəm və B tərəfinə paralel də deməli digər bir düz xətt çəkirəm. Bizə deyir ki, alınan dördbucaqla perimetrini tapın. İndi dostlar, biz bilirik ki, baxın, götürdüyümüz bu nöqtə sağ tərəfi 2 bərabər hissəyə bölüb. 2 bərabər hissəyə bölübsə, deməli və yan tərəfi 2 bərabər hissəyə bölüb. Oturacağa paralel olan düz xətt çəkmişiksə, bu o deməkdir ki, baxın, bu orta xəttdir. Eyni qaydada yan tərəfi 2 bərabər hissəyə bölüb. Digər yan tərəfə paralel düz xətt çəkmişiksə, deməli, bu xətt də orta xəttdir. Yəni, içəridə çəkdiyimiz bu iki xəttlər orta xəttlər sayılır. Onda dostlar, deməli, orta xətdirsə, deməli, baxın, bizim bu sağdakı orta xəttimiz A xəttinə paraleldir, yəni uzunluğu A-ya bərabər olan xəttə tərəfə paraleldir. Onda orta xətt tərəfin yarısı qədər idi, olacaq A bölü 2 və yuxarıdakı düz xətt də B tərəfinə paraleldir, o da B-nin yarısı qədərdir, B bölü 2. Və dostlar, digər tərəfdən orta xətt deməli tərəfi 2 bərabər hissəyə bölürdü. A-nı 2 bərabər hissəyə bölür, A bölü 2, A bölü 2 şəklində. B-ni də 2 bərabər hissəyə bölür, B bölü 2, deməli B bölü 2 şəklində. Məndən perimetr dördbucaqını istəyirsə, bu zaman deməli 2 dənə A bölü 2, 2 dənə B bölü 2-miz var. 2 vurulsun, A bölü 2 üstə gəlinsin, B bölünsün 2 yazırıq. Bu da bərabərdir A ilə B-nin cəminə. Və dostlar, cavabı da bu şəkildə saxlayırıq. Yəqin ki, qapalı sualdır. Burada baxaq görək. Deməli, A ilə B cəmi, bu da bizdə B variantıdır. Keçirik növbəti 11-ci suala. Dostlar, 11-ci sualda üçbucağın tərəfləri nisbəti 3, 4, 6 kimidir. Tərəfləri bu üçbucağın orta xəttləri olan ikinci üçbucağın perimetri 5,2 cm-dir. Birinci üçbucağın böyük tərəfini tapın. Dostlar, birinci üçbucağın tərəfini, baxın, gəlib işarə eləyirik. Deməli, tərəfin biri bizdə 3x-dir. Biraz daha sərgəli çəkə bilərik. Yəni, yenidən yazaq. Deməli, belə bir ixtiyari üçbucaq çəkirəm. Aha, tərəfin biri 3x-dir, biri 4x-dir, digəri də 6x-dir. 3, 4, 6 nisbətinə verib. Deyir ki, tərəfləri bu üçbucağın orta xəttləri olan ikinci üçbucağın perimetri. Deməli, üçbucağın orta xəttidirsə, biz bilirik ki, yan tərəfləri bərabər hissələrə bölür. Baxın, bərabər hissələrə bölən orta xəttləri qeyd edirəm. Aha. Və deməli, orta xətt qarşıdakı tərəfin yarısı qədər olur. Yəni, 6x-in qarşısındakı olacaq bizdə 3x qədər, 3x-in qarşısındakı 1,5x qədər,
4x-in qarşısındakı da 2x qədər. Və bizə deyir ki, bunun perimetri 5,2-dir. Yəni 2x üstə gəlinsin 3x bir də 1,5x-in cəmi bərabərdir 5,2-yə. Buradan alırıq ki, 2x, 3x, 5x, bir də 1,5 gələndə 6,5x-in bərabərdir 5,2-yə. Elə bunu bu şəkildə də saxlaya bilərəm. Və dostlar, bizə deyir ki, birinci üçbucağın perimetrini, birinci üçbucağın böyük tərəfini tapın. Buradan dostlar, x axtarsam, x bərabərdir 5,2-nin 6,5-ə nisbəti. Ondaları atanda 65-də 52 qalır. Hətta 12 ixtisar aparsam, qalacaq 5-də 4. X-in 5-də 4-dür. Birinci üçbucağın böyük tərəfini istəyirsə, 3, 4, 6 nisbətinə bölünübsə, 6-ya düşən hissə daha böyükdür. Yəni, böyük tərəf 6x olacaq. Bu da 6 vurulsun 5-də 4. Bu da bərabərdir 5-də 24. Bu da bərabərdir 4,8-ə. Deməli, cavabımız A variantıdır. Keçirik növbəti 12-ci suala. Dostlar, 12-ci sualda parça düz xətti kəsir və onun ucları düz xəttdən 6 sm və 10 sm-lik məsafədədir. Parçanın orta nöqtəsi bu düz xəttdən hansı məsafədədir? Bunu tapın, deyir. Gəlin, baxaq. Deyir ki, parça düz xətti kəsir və onun ucları düz xəttdən 6 və 10 sm məsafədədir. Baxın, bu bizim düz xəttimiz olsun. Bu da bizim, deməli, AB parçamız olsun. AB parçası. Aha. Deyir ki, onun ucları düz xəttdən 6 və 10 sm məsafədədir. Yəni, A nöqtəsindən düz xəttə qədər məsafə, yəni perpendikulyar. Bunun birinə 6 yazıram. Digərinə də gətirik yazırıq, deməli, B-dən də bir perpendikulyar çəkirik. Buna da yazırıq 10. Bizə deyir ki, parçanın orta nöqtəsi bu düz xəttdən hansı məsafədədir? Gəlin belə eləyək, dostlar. Deməli, düz xətti paralel şəkildə köçürürəm aşağıdakı hissəyə. Baxın, aşağı tərəfə. Və baxın, bura AA1 yazıram. AA1-i də paralel şəkildə köçürürəm sağ tərəfə. Aha. Onda dostlar, deməli, əgər bizim yuxarıdakı hissəmiz 90 dərəcəli bucaq əmələ gətiribsə, düz xəttdə deməli, buna yazaq BB iştirik. Aha, 90 dərəcəli bucaq əmələ gətiribsə, paralel köçürmədə, baxın, bu aşağıdakı nöqtədə də deməli 90 dərəcəli bucaq yaranacaq. Və dostlar, AA1-i paralel şəkildə sağa köçürəndə burada deməli 6-dır. Və buradan alırıq ki, bura bir dənə K nöqtəsi yazıram. BK-mız bizdə olacaq 10 ilə 6-nın cəmi 16 və AB-nin orta nöqtəsi deyirsə, AB-ni 2 bərabər hissəyə bölən nöqtəni deyir. Biz bilirik ki, baxın, BB iştirikimiz A iştirikdən daha böyükdür. Deməli, AB-nin orta nöqtəsi yuxarıda qalacaq. Baxın, biraz yuxarı hissəyə düşür. Orta nöqtə yuxarıya düşürsə, bu orta nöqtədən AK-ya paralel düz xətt çəkirəm. AK-ya paralel düz xətt çəkirəm və orta xətt bilirik ki, bu xətt orta xətt sayılacaq. Orta xətt nəyə görə deyirik? Çünki AK-ya paraleldir və yan tərəfi 2 bərabər hissəyə bölübdür. Və dostlar, orta xətt sağ tərəfi də 2 bərabər hissəyə bölür. BK-mız 16-dır. 2 bərabər hissəyə bölsək, olacaq 8. 8 şəklində və 8-dirsə, bunun alt hissəsi 6 olanda, baxın, bu hissəyə qalır 2 sm. Bura 2. Bu məsafə 2-dirsə, onda orta nöqtəyə O yazıram. O nöqtəsindən düz xəttə qədər məsafədə, baxın, bu da perpendikulyardır. Bu da uyğun olaraq 2 olacaq. Deməli, bizdən bu məsafəni 2 istəyirdi. Bu da 2-dir, C variantı. Növbəti keçirik, dostlar, 13-cü suala. Gəlin, baxaq. 13-də deməli, deyir ki, üçbucaq ABC-də bucaq C-miz 90 dərəcədir. Gəlin, şəkli biraz daha böyük formada qeyd edək. Baxın, belə bir şəkildən söhbət gedir. Aha. Deməli, ACB üçbucağımız var. Deyir ki, bucaq C-miz 90 dərəcədir. M-in paraleldir BC-yə. Baxın, BC düz xəttinə paralel. Bir dənə M-in çəkirəm. M-in. Daha doğrusu M aşağıda, N yuxarıdadır. Aha, M-in. Və deyir ki, M-imiz deməli 2-yə bərabərdir. BC-miz 4-dür. A-imiz X qədərdir. MB-miz Y qədərdir. Deyir, Y-i X-la ifadə edin. İndi dostlar, M-in BC-yə paraleldir. Və diqqət edirsinizsə, M-in BC-nin yarısı qədərdir. M-in BC-nin yarısı qədər və paraleldirsə, deməli, M-in deməli orta xəttdir. Orta xətt oturacağa paralel olub, onun yarısı qədər olur və yan tərəfləri 2 bərabər hissəyə bölür. Onda bu o deməkdir ki, A-in X-dırsa, NC də X-dır və MB Y-dirsə, AM də nədir? Y-dir. Və dostlar, oturacağa paralel düz xətt çəkəndə bucaq C-miz 90 dərəcədirsə,
ayın en bucağı da 90 dərəcə olacaq. İndi dostlar, düzbucaqlı üçbucaqdan katetlərin kvadratı cəmi bərabərdir hipotenuzun kvadratına. Yəni, bu o deməkdir ki, ayın üçbucağına baxsam, ayın kvadratı ilə n-in kvadratı cəmi bərabərdir hipotenuzun kvadratına, y-in kvadratına. Buradan alırıq ki, x kvadrat plus 4 bərabərdir y-in kvadratı. Bizə deyir ki, y-i x-lə ifadə edin. Əgər kök alsam, y bərabərdir kök altında x kvadrat plus 4. Kök altında x kvadrat plus 4 olmalıdır. Bu da B variantı. Nəhayət dostlar, gəlirik sonuncu sualımıza. Sonuncu sualda deyir ki, ABC üçbucağında, gəlin qeyd edək şəkli. Baxın, belə bir düzbucaqlı üçbucaq çəkirik. Aha. Deyir ki, ABC düzbucaqlı üçbucağında AB perpendikulyardır BC-yə. AT-miz BM perpendikulyardır. Deməli, AT-miz bizim AT düz xətdir. Perpendikulyardır, deməli BM-ə. Bir dənə də M çəkirik, BM perpendikulyardır. Və deməli, bunlar K nöqtəsində kəsişirlər. AT tən böləndir. Dostlar, AT tən böləndirsə, bucaq A-nı 2 bərabər hissəyə bölür. Bunu alfa-alfa şəklində yazırıq. BT-miz deməli 3-dür. CT-miz 5-dir. Bizə deyir ki, ayım nəyə bərabərdir? Ayımı tapın. Yazırıq, ayım bərabərdir sual işarəsi. İndi dostlar, biz bilirik ki, şərtə görə AT-miz tən böləndir. AT tən böləndirsə, tən bölənin belə bir xüsusiyyəti vardır ki, tən bölənin deməli, yan tərəflərin tən bölənin oturacaqdan ayırdığı hissələri olan nisbətləri bərabər idi. Yəni, AB-nin BT-yə nisbəti, baxın yazıram, AB-nin BT-yə nisbəti bərabərdir bizdə, deməli, AC-nin də, deməli, TC-yə olan nisbəti. İndi dostlar, AB yazırıq X, bir də AC-yə də, gəlin yazaq, Y qiyməti. Onda X-ın 3-ə nisbəti bərabərdir, Y-in də 5-ə nisbəti alırıq. Bundan əlavə, digər tərəfdən, biz bilirik ki, düzbucaqlı üçbucaqda katetlərin kvadratı cəmi bizə hipotenuzun kvadratını verəcək. Yəni, X-in kvadratı ilə, deməli, 3, 5-in cəmi 8-dir. 8-in kvadratının cəmi 64 bərabərdir bizdə Y-in kvadratına. İndi dostlar, bu aldıqlarımızı sistem şəklində yazsaq, deməli, X-in 3-ə nisbəti Y-in 5-ə nisbətidir. Buradan Y-i tapsam, Y bərabərdir 5x bölünsün 3 olacaq. Gəlin sağ tərəfdə yazaq. Baxın, burada gətirib yerinə yazıram. X-in kvadratı üstə gəlinsin 64 bərabərdir. Y-in 5x bölü 3-dür. Kvadratı da olacaq. Deməli, 9-da 25x-in kvadratı. 9-da 25x kvadratından x kvadratını çıxanda, yəni 9-da 9-un çıxanda 9-da 16x-in kvadratı qalır. Bərabərdir 64-də. Kök alanda 3-də 4 x-im bərabərdir 8. X-im də bərabərdir. 4 ilə 8 ixtisar gedəndə 2. 3-2-nin də 6 eləyəcək. X-imiz 6-dır. Dostlar, X-i 6 tapdıq. Bura 6-dır. İndi burada bir dəqiqə dayanıb diqqət eləməliyik. Baxın, AB-nin üçbucağına baxsaz, AB-nin üçbucağında deməli AK düz xətti tən böləndir. Eyni zamanda AK düz xətti BM perpendikulyardır. Yəni, AK düz xətti həm tən bölən, həm də hündürlükdür. Nə vaxt tən bölən, həm də hündürlük olurdu? Üçbucaq bərabər yanlı olanda. Deməli, AB üçbucağı bərabər yanlıdır. Yəni, AB bərabərdir AY-ə. Bu zaman AK həm hündürlük, həm də tən bölən olub. Onda tapırıq ki, AY-in uzunluğu da deməli 6 imiş. Bizdən də bunu soruşurdu. Burada da cavabımız 6. Sonra dostlar, deməli bununla da bu mövzunda suallarını bitirdik. Sağ olun, salamat qalın.